Salam əziz şagirdlər, hər birinizi xoş gördük. Abituriyent jurnalının 2026-cı il buraxılışından 11-ci siniflərin ingilis dili suallarına, izahına baxaq. Əgər abituriyentinizsə kanala abunə olmağı unutmayın, çünki faydalı videoların davamı yenə gələcək. 7-ci sualdan başlayaq. 7-ci sualda bilirik ki, deməli, had betterdən sonra toolsuz məsələ gəlir. Deməli, 1-də problem yoxdur. 2-də deməli, would rather toolsuz gəlməlidir. Bu da tool'unu verib, yanlışdır. 3-də yenə had betterdən sonra ing veribdir. Bu da toolsuz olmalı idi. 4-də problem yoxdur. Cavab 7-də C variantı olur. 8-ci sualda decided 3-cü qrup feildir. Yəni tool'u feil istəyir. C-də ing var, Y-də tool yoxdur, B-də yoxdur. Qaldıq A və D arasında. Enjoy-dan sonra ing-li feil gəlir. Yəni D variantı düzgün cavabdır. Növbəti sualda, 9-cu sualda. Deməli, 3-ə baxırıq ki, said-dən sonra to gəlməli idi. Said me olmur. 3 gedir. 2-də asked me how did I? Did qabaqda verməməli idi. Çünki əsas cümləmizə baxsaq, nəql cümlədə veribdir. Deməli, 1, 4, 5, yəni 9-da oldu C variantı. 10-cu sualda, for 2 days indiki bitmişdir. It yet, yet var, indiki bitmişdir. Variantlara baxaq. A-da had keçmiş, have indiki uzlaşmır. D-də deməli sual inkar demişdik ki, diddən düzəlir. Həm buna görə, həm də ki, bir tərəf indiki, bir tərəf keçmiş olmur. Y-də have indikidir, bizə bitmiş zaman lazımdır. C-də deməli have indiki bizə bitmiş lazımdır. Yəni B-dəki kimi. Növbəti sualda bizdən düzgün yerik halı soruşur. Yəni 11-ci sualda. 3-cüyə baxırıq ki, radio is not deyir. Yəni bu yerik deyil, xəbərdir. Deməli, 4-də isə bu idmançıların cəm veribdir. Amma bu da deyir, idmançıların qələbəsi onun uğrundan gəlir. Onların gərgin əməyindən gəlir. Yəni, their olardı, zeyr yazılan. Ona görə 4-də yanlış. 1, 2, 5, yəni Y variantı. 12-ci sualda ölkəmizdə məktəblər çox ciddi şəkildə məktəblər cəmdirsə, takes olmur, has olmur. 2, 3, 5, 6, B variantı məktəblər sözünə diqqətli oluruq. 13-cü suala baxaq. Deməli, misal üçün baxsaq, a little müqayisəni göstərəcək C-də, amma firmly deməli adi dərəcədir. Məsələn, buna görə C olmaz. To adətən mənfidə olur, yəni mənfi məna olanda yenə cümləsini tərcümə eləyəcəm, baxacaqsınız. Və less müqayisədir. Burada müqayisəni göstərən bir şey yox idi. Deməli, cümlənin mənasına baxaq indi. Mən çox kley qoydum, so ona görə də çox sərt şəkildə yapışdı deyəcəyik. Yəni, çoxa çox düz gələr. Misal üçün, B-də deyir ki, az kley vurdum, amma çox yapışdı. Yəni, cümlənin mənasına görə də buradan baxmaq olar. Bu şəkildə. 14-cü suala baxaq. 2 cümlə varkən, digər cümləyə mütləq diqqət edirik. It could have changed my life. O, mənim həyatımı dəyişə bilərdi. Deməli, mənim şansım olanda xaricdə oxuma imkanını almadığım üçün peşmanam deyərsən. Yəni, B-ni deyərik bu da. Ignore, rədd eləmək və etinasız yanaşmaq mənası var. Forget, unutmaq mənası var. Deny, rədd etməkdir. Reject də rədd etmək mənası var. Məna cəhətdən ən uyğun variant B variantıdır. Peşman olmaq anlamında. 15-ci suala baxaq. 15-ci sualda 1-ə baxaq. Bu tip cümlələrdə, məsələn, had she verib. She had-dirsə cümlənin sualı did qabağa keçməlidir. Had qabaqda olmaz. Bir yanlışdır. Deməli, 4-ə baxırıq ki, she have had bitmiş zamandır. Have she had olardı. Dazdan düzəlməz. 2, 3, 5 cavab Y variantı olur. Məsələn, bunu niyə dedik? Misal üçün, 3-ə baxın, has she had gəlib. Yəni, has qabaqda olmalıdır. Bitmiş zamanın sual inkarı bu formada düzəlir. 16-cı suala baxaq. Aeroport deməli uzaq deyil, amma şəhərin mərkəzindən deməli 1 saat vaxt götürür. Belə bir cümlədir. Deməli, müəyyən bir aeroportdur. Yəni, qeyri-müəyyən bir aeroportdan söhbət getmir. Aeroportun qabağında boşluq olmazdı buna görə. Qeyri-müəyyən deyil deyə ən də olmur. Y-də gedir. Qaldıq C və D arasında. Yəni, A-nın qabağında burada Z-yə gərək yoxdur. Çünki deyir ki, şəhərin mərkəzindən ora 1 saatımızı alır. Yəni, an hour qoyacaqsan ki, 1 saat mənasını versin.
Cavabımız oldu 16-da C variantı. 17-ci sualda deməli cümlənin xəbərinə və isminə baxaq. Was interested təkdədir. Was təkdədirsə onun burada işi yoxdur. Məsələn bu gedir. Daha sonra deməli nazirdən sonra nə gəlirdi? Tək isim gəlirdi. Ona görə məsələn 4-də olmaz. 2 və 4-ü hələ ki ataq. Getdi, getdi, getdi. 1, 3 və 1, 5 arasında qalırıq. Cümlənin mənasına baxırıq. Heç kim maraqlanmadı. Daha doğrusu hər kəs maraqlandı və hamı bilet aldı. Bir də problem yoxdur. Heç kim maraqlanmadı və heç bilet alınmadı. Düz gələr. Amma belədir ki, hər kəs maraqlandı, heç bir bilet alınmadı. Mənaya görə 5 olmur. Cavab 17-də D variantı. 18-ci sualda deməli baxmayaraq ki, Kate yüksək sürəti xoşlamır. Hay yüksək mənası var, amma hay ilə olanda məna dəyişir. Ona görə elva yolunları atırıq. Deməli, fəsl deyə bir şey yoxdur. C-də bu da getdi. Müqayisə dərəcəsində fəsl tək hecalıdır. Həm yəni ER artırarıq və bu arada həm more, həm də ER artırılmır. Cavab 18-də A variantı. 19-cu suala baxaq. 19-cu sualda verilən cümlənin passivə çevrilməsini bizdən istəyir. Did keçmiş sadə zamandır və solution'ı gətirib mübtəda yerinə bura qoyacaq, polisin yerinə. Deməli, keçmiş zaman və solution təkdədirsə nə olar? Was solution olar və fe'li olar. Was solution'ı axtaraq və ya daha doğrusu was not axtaracaq. Çünki did not inkardadır. Məsələn, Y-də were-dür, D-də to be yoxdur, A-da were verib, polis də yerində qalıb, eynisi ilə başlamazdı cümləmiz. B və C arasında qalanda burada being var ki, bu davam edici zamanın passividir. Cavab ona görə 19-da B variantı. 20-ci suala baxaq. 20-ci sualda baxmayaraq ki, o yorğun idi, projeni vaxtında bitirməyə yönəldi. Even though, baxmayaraq ki, düz gələcəkdir. Məsələn, since-dan dən bəri, after sonra, as görə kimi, so ona görə də məna cəhətdən A düz gələcək. Yorğun olmağına baxmayaraq filan şey bitirdi deyərsən. 21-ci suala baxaq. Deməli, due to, because of. İkisi də eyni mənaya gəlir. Biri doğrusa, digəri də doğru demişdik. Y-də despite olmalı idi. Burada cümlə mənasına görə C-ni götürəcəyik. Çünki deyir ki, bütün deməli, yemək pişirmə proqramlarına baxmağıma, yəni baxmayaraq, mən hələ də pis aşbazam deyəndə cavab oldu 21-də C variantı. 22-ci sualda isə deməli, cavabımız burada nə olur? Cavab C variantı olur. C variantından cümləni qurmağa çalışaq. 8-5-dən gedək. Məsələn, she is busy, o məşğuldur. Enough, busy, enough, sifət zərf plus, bilirsiniz ki, enough gələ bilir. Daha sonra but, daha sonra she, yenə 2 dənə she var gördüyünüz kimi. Sonra agrees, planşetdə olduğu üçün xət biraz problem ola bilər. Onu görməzdən gəlməniz xahiş olunur. To join və the team meeting. C variantına uyğun cavabı oxumağa çalışaq. She is busy enough, but she agrees to join the team meeting. O yorğun olmağına baxmayaraq, daha doğrusu məşğul olmağına baxmayaraq, o komandaya qoşulmağa razılıq verir. Deməli, əziz şagirdlər, bu tip sual düşür, yəni bunu yazarkən make-up sentence çalışın ki, variantlar üzrə belə deyək. Kitabçaya yazın hamısını, görün hansı düz gəlmirsə, onları xəttləyin. Yəni, bir-iki qayda ilə digərlərini atmaq olur. Misal üçün, bilirsən ki, busy enough olur da, sifət zərf plus enough gəlir. Yəni, enough'dan busy'dən qabaq enough olsa, o variantı atacaq. Misal üçün, A-dan gedək. 4-dən başladaq cümləni. She, bax, she-dən problem yoxdur. Zaten she-dən başlamışıq. A-dan getsək, she agrees, but busy. She. Bax, cümlə mənasını görün necə mənasız bir şey alınır, daha doğrusu. Bir daha deyirəm. She agrees, but busy she. Mənasız bir cümlə alındı. B buna görə olmur. Yəni, bunu siz kitabçanın üzərində yazsanız, gözünüzün qabağında olub daha rahat tapa bilərsiniz. Və 3-ə baxaq, agrees-dən cümləni başladır. Yəni, fe'ldən cümlə niyə başlasın ki, mübtəda olmalıdır. Agrees, enough, is. Yəni, bu şəkildə, bu əslində readinginiz, listeninginiz yaxşıdırsa,
Elə deyirlər bu dilə yovuşma. Yəni bu şəkildən bilə bilərsiniz ki, yəni belə bir birləşmə gəlməz. Doğru cavab burada C variantı oldu. Bu tip sualda çalışın ki, kitabçanın üzərinə variantlarla yazın cümlələri, görün hansı düz gəlmir. Getdik mətnin suallarına. Vaxt baxımından təəssüf ki, mətni sizə tərcümə eləmirəm ümumi, amma suallar əsasında göstərəcəm. Çalışacağım bir dənə də əlavə video çəkim sizə. Meyarlar üzərindən bəzi sizə faydalı şeylər deyəcəm. Ümid edirəm ki, faydası olacaq. 23-də mətn nə haqqındadır deyir. 23-də doğru cavab olacaqdır. Deməli, B variantı. Azərbaycanda unusual natural place, yəni qeyri-adi təbii yerdən söhbət gedir. Bu Candy Cane Mountains deyir. Belə bir yeri varmış Azərbaycanda. Ümumi ondan bəhs edir. Baxın, Bakı-Quba arasında yerləşir deyir. Sonra Qafqazdan danışır. Sonra eyni məna, yəni sözlə söhbət bu dağdan gedir, düzdürmü? Onun necə yaranmasından, nələr olmasından danışır. Deməli, B doğru cavabdır. Misal üçün, indi digər variantlara baxmağa çalışaq. Məsələn, A-da deyir ki, Azərbaycanda möcüzələr, yəni elə bir şeydən bəhs eləmir. Yəni, bütün möcüzələrdən bəhs eləmir ki, biz cəmdə verək bunu. C-də deyir ki, ərazinin ümumi geologiyası, təbii ki, bu da deyil. Y-də deyir ki, Candy Cane Mountain-in qalıqlarından söhbət getmir. D-də deyir ki, yerdəki tektonik hərəkət. Yəni, bu da deyil təbii ki. Ümumi mətn Azərbaycanda qeyri-adi yer olan bu Candy Cane Mountain-dən gedir bu. Belə bir dağdan gedir. Yəni, B variantı. 24-cü sualda cümlənin şərtinə diqqət edirik. Bizdən deməli yanlışı istəyir. Y variantına birbaşa doğrudan izah verək. Deməli, vaxt keçdikcə təbii deməli güclər, fəlakətlər rəhləri deməli aparır və bu fərqli qayaların görünməsinə səbəb olur. Rəhləri uzaqlaşdırır, yəni təbii fəlakətlər rəhləri yoxa çıxardır deyir. Amma burada belə bir şey var ki, baxın, altına xətt çəkirəm. Rain and wind slowly remove the soil. Torpağı uzaqlaşdırır və bu qayaları görünən edir. Yəni, rəhləri yox, torpağı. Bir sözlə məna dəyişir. Bizə yanlış lazım idi deyə cavab Y oldu. Digərlərini mətndə tapa bilərsiniz. 25-ci suala baxaq. Bizdən düzgünü istəyir. Deməli, deyir ki, what happened when water touched the rock? Su qayaya toxunanda nə baş verdi deyir. Cavab 26-da olacaqdır. D variantı. Bir saniyə düz dedikmi? Aha, D variantı 1 və 3 olur. Görək 2 və 4 niyə olmur? 2-də deyir ki, heç nə baş vermir. Yəni, nothing special happen. Xüsusi bir şey baş vermir. 4-də baxırıq. Deməli, the soil remain whole and untouched. Yəni, torpaq bütöv qalır və toxunulmamış qalır deyir. Yəni, belə bir şey dedi. İndi mətndən həmin cümləni sizə tapaq. Bu hissə 3-cü paragrafın ilk cümləsinə baxırıq. Yəni, su toxunanda, deməli, qayaya su toxunanda layers that contain iron turns red. Yəni, təbəqələr hansı ki, içində dəmir vardı, qırmızıya çevrilir. Buna bir daha geri dönək. Baxın, 1-də bunu zaten deyir. 1 deməli doğrudur, amma 2-də deyirdi ki, xüsusi bir şey baş vermir. Ona görə yanlış oldu. Və 4-də deyir ki, baxın, dedik ki, bir saniyə, qırmızıya çevrilir. Yəni, bir şey baş verir, düzdürmü? Amma 4-də deyir ki, torpaq toxunulmamış bütöv qalır. Axı qalmır, dəyişiklik baş verirdi. Ona görə bu da yanlışdır. 3 doğrudur. Üstdə deyir ki, ağ və boz olanlar eyni qalır. Çünki dəmir yox idi. Həmin hissəyə bir daha baxaq. Deməli, while layers without iron remain white and grey. Baxın, dəmir olmayanlar ağ və boz olaraq qalır. Deməli, cavabımız oldu 26-da D variantı. 27-ci sualda, baxın, şərtə diqqətli olun. Bəzən uşaqlar şərti görmürlər, elə bütün mətnində söz axtarırlar. Bu da əlavə vaxt israfına səbəb olur. To stay sinonimi, stay mənası nədir? Qalmaq. Paragraf 3-də qalmaq nə var? Remain var, dairəyə aldım. To remain kimi yazsanız doğru olacaqdır. Çünki to stay kimi verib burada. 28-ci sualda yenə paragraf 1-dən bu dəfə baxırıq. Everything you can see when you look across a large area of land. Torpağa, geniş bir torpağa ümumi baxdığımız zaman, yəni ümumi bir baxdığımız zaman nə görürük təbiətə? Mənzərəni görürük, düzdürmü? Paragraf 1-də həmin söz landscape-dir, yəni mənzərə. Bu da belə. Neçə oldu bu? 28-i dedik. 29-cu tipli suallarda cümləyə əsasən 2 sözü dəyişmək tələb olunur. Burada çalışın 2 sözü dəyişəsiniz. Dəyişə bilməsəniz mütləq bir sözü dəyişməyə çalışın. Mən sizə burada Mayer'dan göstərəcəm. Bu ilk cümləmizdə idi. Baxın, görək cümləmiz harada bitir bu arada? Quba in Azərbaycan.
burada bitir. Bax, CLS-dən sonraki olan hissəni dəyişmək lazımdır. Məsələn, landscape mənzərə var. Ora nə qoymaq olar? Sinəri qoymaq olar. Sual neçə idi? 29 idi. 29-a görə nəyi dəyişiblər bunlar? Baxın, bu hissəyə yaxşı baxarsınız. Bax, bu sinərini veribdir, countryside veribdir. Yəni, bu şəkildə sözləri dəyişə bilərsiniz. Bir daha deyirəm ki, iki söz dəyişmək çətin olsa, ən azı birini dəyişib bal almaq olar. Mən sizə meyarları da ayrı-ayrı digər videolarda izah edəcəm mütləq. Kanala abunə olarsınız. Narahat olmayın, sizə yenə davamlı faydalı videolar gələcək. 30-da isə deməli, ən azı 3 cümləlik bir şey qurmaq lazımdır. Deməli, hansı təbii yerlər Azərbaycanda gözəl yerlərə baş çəkmək istəyərsən və nə üçün? Belə bir 3 cümləlik kiçik bir yazı sizdən istəyir. Həmin hissəni, onların verdiyi meyarı, yəni dimin verdiyi meyarı sizə burada göstərirəm. Yəni, bu formada bir şey qurmaq olardı. Yenə burada da, əgər ingilis diliniz çox mükəmməl deyilsə ki, çalışın ki, düzəldəsiz bəzi şeyləri yaxşıya doğru. Ən azı 2 cümlə, 1 cümlə yazmağa çalışın ki, oradan bal alasınız. Belə, əziz abituriyentlər, ümid edirəm faydalı oldu. Bunun ardı gələcək, yəni sizə meyarları da ayrı-ayrı tək-tək izah edəcəm ki, necə yazıb daha yaxşı bal ala bilərsiniz. Bunun üçün kanala abunə olmağı və videonu sinif yoldaşlarınızla paylaşmağı unutmayın. Hər birinizə imtahanda bol-bol uğurlar, yaxşı düşünün, hər şey yaxşı olacaq. Sizə uğurlar olsun.